yerindən duran başlayır məlum olan faktları sadalamağa, özündən oradan buradan hardan gözünə dəydiyi fikirləri çıxartmağa, üzə çıxartmağa, Şah İsmail haqqında hər nə gəldi deməyə başlayıblar. Doğru deyə yüzlərlə. Ona görə təəccüb edirəm. O vaxt məcburam bunu deyim ki, mən Qızılbaşlar romanı yazmağa başlayanda bu roman artıq Azərbaycanda 6-7 dəfə çap olunub. 7 dəfə. 7 dəfə çap olunub. Görürsünüz də bunları. Bəli. 7 dəfə nəşr olunub. Bu da çox az adama müəssər olub. Bu roman. Mən o vaxt yazanda tamamilə cavan idim və birdən-birə qəfildən 20-22 yaşım vardı. Qəfildən hardasa oxudum ki, Moskvada çıxan bir yazıda oxudum ki, bəs belə bir böyük şəxsiyyət olub, onunla Səfəvilər də böyük bir dövlət yaradıb. Sonra o dövlət imperiya olub. Mən gördüm bu Şah İsmail'dir və orada da yazılmışdı ki, Azərbaycanski Turok. Yəni Azərbaycan türküdür bu. Bəli. Ondan həvəslənib və sonra materialları yığdım, topladım. İndi bütün mənbələri gedib oxudum. O qədər oxudum ki, onun haqqında yazılan xarici dildən tərcümə elətdirib hətta tərcümə elətdirib pulla oxudum bütün mənbələri, Rövzət-i Səfəvva, nə bilim, nə bunların adları var hamısını. Cahanşah həqiqi